Bəli, əvvəl mənə demisən ki, uşaqlıq vaxtı kəllədaxili təzyiq problemin olub və müalicə almısan. Amma bunun hazırda davam edib etmədiyini yalnız həkim müayinəsi müəyyən edə bilər. İstəsən, kəllədaxili təzyiqin nə olduğunu sadə dildə izah edim. İnşallah, Allah şəfa versin. Əgər uşaqlıqda olan problemin artıq keçibsə, Allahın izni ilə bundan sonra da sağlam və rahat yaşaya bilərsən. Sadəcə özünü narahat edən yeni və güclü baş ağrısı, təkrarlanan qusma, görmədə ciddi dəyişiklik kimi əlamətlər olarsa, valideyninə yaxın böyüyə deyib həkimə müraciət etmək yaxşıdır. Allah sənə və bütün xəstələrə şəfa versin. Əgər Allah sənə şəfa versə, inşallah özünü daha yaxşı hiss edərsən, sağlamlığın yaxşılaşar və rahat həyatına davam edərsən. Allah şəfa versin, bütün xəstəliklərdən qorusun və sənə uzun, sağlam ömür nəsib etsin. Amin.